Keçirik əsas mövzumuza Qarabağ. Çempion komandadan başlayırıq bu dəfə tura baxış olaraq. Başlayıq mövsümün əvvəlindən. Transfer siyasəti necə oldu, bəyəndinmi? Qarabağ ən çox bizim danışdığımız, irad tutduğumuz nə idi? Bilməm, sən bu məsələyə necə münasibət bildirəcəksən? Avrokuboklar ərəfəsində 3 qapıçının heyətə qatılması. Təbii ki, Lunyovun gedişindən sonra həmin mövqe axsıyırdı. Kohalski, Buntic, Şahrutdinin yenidən qayıtması. 3 qapıçıya ehtiyac var idimi? Üstəlik gənc də var. Amil Yunanovdur. Yox. Gəncin adı... Gənc Amir Rızayev idi. O 15 yaşında futbolçu idi. O futbolçudur. Yəni biraz gedib yenidən gəlmək komandaya biraz çətindir adaptasiya olmaq. Çünki məndə də olub o. Çünki ən azından itirirsən də, getdin, təzədən yenə gəldin komandaya, orada itirirsən. Başqa atmosferə düşürsən. Hə, başqa atmosferə düşürsən. Təzədən gəlib bu atmosferə düşmək üçün sənə vaxt zaman lazımdır. Amma yeni qapıçılar da pis qapıçılar deyildi. Amma mən Qarabağın gəlmiş... Pis yaxşı olmağına demirəm bir şey. Sadəcə Avrokuboklara gedən komanda... Yəni mən ona görə gələm də. Hə, 3 qapıçı, yəni söhbət Avrokuboklara. Mən Qarabağda gəlmiş keçmiş. Yəni həm Avropa olsun, həm çempionat. Hə. Yəni o bu adam vıxıda çıxanda rahat olurdu müdafiəçilər. Hindistan müdafiəçisi. Bu adam vıxıda çıxanda qardaş, bilirdin ki, bu mörtuvu götürəcək. Bizim ən zəif yerimiz nədir buraxarlarda? Vıxıda çıxmamaq. Bir gedirik, dayanırıq. Bütün komandaların əksəriyyətində var ya o problem. Tərəddüd var, tərəddüd. Mən də ona görə deyirəm ki, ya get, ya dayan. Çünki sən getdin, çıxmalısan. Getdin, çıxmalısan, sənin hücumçu şaqda yəni tutacaq yaxşı mənada, vuracaq. Özdə nə qədər qollar yemişik qapımızda. Deyilənə görə heç qayıtmaq söhbəti gedir ha bu sezona. Eşitmişsiniz, mən eşitməmişsiniz. Mən də eşitdim ki, mən də yazdım. Mən qoluma çıxmışdı ki, qayıtmaq biraz çətin olacaq. Həm yaş amili var, həm biraz o əvvəlki şey heç olmayacaq. Qapısı üçün yaş amili elə o dərəcədə də problem deyil. Əgər doğrudan da məşqində, işində... Şeycdən sonra... Yox, Pöşəkə... Şeycdən sonra Qarabağın heyətinə qatdığı ən yaxşı qapıçı ilə Lunyov idi. Bayer Leverkusen. Lunyovun özü də. O da yaxşı. Lunyov səviyyə başqadır. Amma şey heç... Klas idi. Mən, yenə də, mənim fikrimə görə əksiyi nə idi? Zəif cəhəti nə idi? Topu ayaqla oyuna daxil etmə. Çox vaxt Şeycin zəif cəhəti bilirsiniz hansıdır? Özündən tez çıxırdı.